Gələcəyin memar və dizaynerləri yalnız estetik cəhətdən gözəl məkanlar yaratmaq deyil, eyni zamanda ekoloji və insan sağlamlığı üçün təhlükəsiz məkan və məhsullar yaratmağı bacarmalıdırlar. Materialların istifadəsi qədim dövrdən başlayır. Lakin sənaye inqilabının inkişafından sonra materialların istehsalı və istifadəsi daha geniş şəkildə yayılmağa başladı. 20-ci əsrdən başlayaraq material istehsalı tarixdə heç vaxt olmadığı qədər daha sürətlə inkişaf edərək bununla ətraf mühitə vurduğu zərərlərin sayı da artdı. Buna misal olaraq təbii sərvətlərin tükənməsi və yüksək karbon emissiyası, plastik və sənaye tullantılarının artması, davamlı olmayan istehsal və istehlak modelləri və sair bu kimi problemləri qeyd etmək olar. Ümumiyyətlə, materiallar ətraf mühitə vurulan ziyanın azaldılmasında mühüm rol oynayır. Bugün memar və dizaynerlər yalnız estetik görünüş yaratmaqla kifayətlənməməli, eyni zamanda ətraf mühitə qarşı daha məsuliyyətli yanaşmalıdırlar. Və bu yanaşmanın əsas başlanğıcı düzgün material seçimindən başlayır. Məsələn, beynəlxalq bir sıra memar və dizaynerlər öz layihələrində çalışırlar ki, daha çox üstünlük versinlər təkrar emal oluna bilən materiallar, biomateriallar və yerli materiallara. Və bu seçim də öz növbəsində təbiətə vurulan ziyanın təsirinin azaldılması və eyni zamanda daha davamlı dizayn həllərinin yaradılmasına yardımcı olur. Qlobal iqlim problemlərini nəzərə alaraq bugün memar və dizaynerlər öz layihələrində davamlı materialların inkişafını dəstəkləməli və enerji səmərəli materialların istifadəsinə daha çox üstünlük verməlidirlər. Çünki memar və dizaynerlər məhsul və xidmətlərin formalaşmasında mühüm məsuliyyət daşıyırlar. Onlar öz layihələrində uyğun, funksional və davamlı materialların düzgün seçilməsində cavabdehdirlər. Əvvəllər dizaynda əsas diqqət estetik görünüşə yönəlirdisə, bugünkü gündə isə əsasən materialın haradan əldə olunması, onun istehsal prosesi və istifadədən sonrakı həyat dövrü analizi mühüm əhəmiyyət daşımalıdır. Müasir memarlıq və dizayn təhsilində material dərsləri və davamlılıq anlayışının tədrisi mühüm yer tutmalıdır. Tələbələr layihələri yalnız vizual baxımdan hazırlamaqla kifayətlənməməli, eyni zamanda istifadə etdikləri materialların mənşəyi, onların ekoloji təsiri və davamlılıq anlayışı biliklərinə sahib olmalıdırlar. Davamlılıq anlayışı əksər hallarda layihənin əsas hissəsi kimi deyil, əlavə bir mövzu kimi nəzərdə tutulur. Halbuki bu anlayış dizayn prosesinin başlanğıc mərhələsindən etibarən nəzərə alınmalıdır. Çünki davamlılıq artıq bir seçim deyil, zərurətdir. Gələcəyin memar və dizaynerləri yalnız estetik cəhətdən gözəl məkanlar yaratmaq deyil, eyni zamanda ekoloji və insan sağlamlığı üçün təhlükəsiz məkan və məhsullar yaratmağı bacarmalıdırlar. Beynəlxalq memarlıq və dizayn məktəblərində isə bu yanaşma daha sistemli şəkildə təşkil olunur. Bununla bağlı olaraq Politecnico di Milano Universitetini misal göstərmək olar. Burada əsasən memarlıq və dizayn tələbələrinə material dərsləri nəinki nəzəri cəhətdən, eyni zamanda praktik cəhətdən də tələbələrə bu bilgilər ötürülür. Laboratoriyalarda isə tələbələr burada müxtəlif materiallarla təcrübələr apararaq davamlı dizayn həllərinin inkişafına təkan verə bilərlər. Qeyd olunanları nəzərə alaraq dizayn təhsilində material və davamlılıq anlayışı daha praktik və interaktiv şəkildə təşkil olunmalıdır. Çünki dizayn yalnız estetik ifadə deyil, eyni zamanda materialları anlamaq və onlardan düzgün şəkildə istifadə etmək bacarığıdır. Thank you.